Bəzən qazma zamanı yer səthində qazmanı idarə edən mühəndislər arasında baş verən anlaşılmazlıqlar yeraltı işlərdə də problemlərin baş qaldırması ilə nəticələnir. Düzgün seçilməyən qazma rejimi və nəzarətin kifayət qədər olmaması ucbatından yeraltı məxluqlar quyuya müdaxilə etməyə başlayırlar. Səsküydən əsəbləşən məxluqlar bizim alicənabların işlərinə mane olmaqdan ötürü müəyyən vasitələrdən istifadə edərək quyuya hücum etməyə başlayırlar. Müxtəlif alətlərdən istifadə edən məxluqlar əllərindən gələni edirlər. Bu zaman alətin tutulması, qırılması, dartılması, sirkulyasiyanın kəsilməsi, udulma, quyunun ani fontana keçməsi, quyun lüləsinin itirilməsi kimi hallar baş verir. Nəyə görə məxluq adlandırıram? Çünki öz etdikləri səhvləri dərk etməyən savadlılar yerin altında hər hansı bir əjdahanın bütün işlərə müdaxilə etdiyinə inanırlar. Əlbəttə ki, bu sarkazmatik yanaşma insanı səhvlərinə görə mühakimə etmək deyildir. Sözsüz ki, insan yaradılış etibarı ilə addım atmağa, səhv etməyə və öyrənməyə cəhd etməlidir. Əsas məsələ səhv etmək deyil, hər səhvi qeydə alıb sənədləşdirmək, cədvəlləşdirmək, analiz edib problemlərin hansı addımdan qaynaqlandığını tapmaq və növbəti işlərdə səhv addımı atmamaqdan ibarətdir, nəinki günah keçisi axtarmaq.